Salam, hər vaxtınız xeyir dəyərli müəllimlər. Bu videomuzda sual bazasında əlimizdə olan Word faylından toplu şəkildə sualları necə əlavə edə biləcəyinizi izah edəcəyim. Müəllim panelinə daxil olduqdan sonra sual bazası bölməsinə keçid edirik. Açılan pəncərədə toplu sual əlavə et düyməsinə klikləyirik. Buradan fənni seçirik. Məsələn, Azərbaycan tarixi mövzu hissəsinə xürrəmilər yazırıq. İstəyə uyğun olaraq sinif və çətinlik dərəcəsini də təyin edə bilərsiniz. Bal yerinə isə sualların qiymətləndirmə balını qeyd edirik. Məsələn, mən bu sualı 4 ballıq qiymətləndirirəm. Qeyd edim ki, ulduzla işarələnmiş xanaların doldurulması vacibdir. İndi isə əlimizdə olan Word faylindən sualları kopyalayıb müvafiq xanalara daxil edirik. Cədvələ çevir düyməsinə kliklədikdə sualların hamısı bazaya göndəriləcək formatda uyğunlaşdırılır. Əgər ardıcıllıqda hər hansı sual buraxılarsa, həmin hissədəki müsbət işarəsinə vuraraq yeni sətr əlavə edə və buraxılan sualı yaza bilərsiniz. Daha sonra sualların düzgün variantlarını seçirik və bazaya göndər düyməsinə sıxırıq. 5 sual uğurla göndərildi bildirişini aldıqdan sonra səhifəni yeniləyirik. Əlavə etdiyiniz suallar artıq siyahının sonunda əks olunacaq. İstədiyiniz zaman qələm işarəsinə klikləyərək suallar üzərində düzəliş edə və ya sualların izahını əlavə edə bilərsiniz. Sualın izahı qeyd olunduqda tələbə sınaqda səhv cavab verərsə, sualın alt hissəsində həmin izahı görəcəkdir.